Salam. Bugün hemotoraksdan danışacağıq. Hemotoraksin nə olduğundan, bədəndə hansı pozulmaların nəticəsində bu xəstəliyin əmələ gəlməsindən danışacağıq. Videomu bəyənib, paylaşıb, kanala da abunə ola bilərsiniz. İndi videoya başlaya bilərik. Bu xəstəliyə ad olaraq analiz edəcək olsaq, həm qan, toraks, döş qəbəsi. Yəni döş qəbəsində qan toplanmasıdır. Məntiqi olaraq da açıqlaması budur. Məsələn, əməliyyat olur, əməliyyatdan sonra baş verə bilər. Döş qəbəsində qanın toplanması, aorta və yaxud da interkostal qabırğa arası damarların zədələnməsi nəticəsində ola bilər. Və yaxud da burada qabırğaların sıxılması nəticəsində həmin bu damarların, burada yerləşən damarların sıxılması nəticəsində də və yaxud da zədələnməsi nəticəsində baş verə bilər. Ki, burada təbii olaraq özünə ağrı ilə, təknəfəslik ilə biruzə verə bilər. Ən ağır vəziyyəti budur ki, xəstəliyin döş qəbəsinə qan çox yığılır, pleura hissəsinə də və ürəyi təzyiq etməyə başlayır. Bu zaman tədili surətdə qan oradan çıxardılmalı, yəni tədili surətdə cərrahi əməliyyat edilməlidir. Burada bir də əsas müalicə tədbirlərindən biri odur ki, normalda döş qəbəsinə qan toplanmalı deyil, damarlarda axmalıdır, ürəkdə olmalıdır. Bu döş qəbəsinə qan toplanması bu deməkdir ki, damarlardan qan itkisi baş verir. Bunun da müalicə tədbirlərinə qan transfuziyası da lazım ola bilir bu xəstəlik zamanı. Bu zaman, yəni hemotoraks zamanı döş boşluğuna və pleura boşluğuna qan yayılması prosedurası baş verir ki, buna müəyyən tədbirlər almaq lazım gəlir. Əvvəla bunun baş verdiyinin də müəyyən əlamətləri vardır ki, məsələn, biri təngnəfəslikdir. Hemotoraksin bir əlamətidir, dəridə avazma kimi əlamətləri vardır. Burada əsas etibarilə cərrahi əməliyyat aparılır ki, buna da toraka senter deyilir. Həmin döş boşluğuna və pleura boşluğuna yığılan qanın drenaj edilməsi vasitəsilə qanın çıxardılması prosedurasına verilən addır. Burada çox qan itkisi zamanı bradikardiya halları da baş verə bilir. Yəni təzyiqin çox aşağı düşməsi halı da baş verə bilir. Hemotoraks haqqında anlatacaqlarım bu qədər. Videonu bəyənib, paylaşıb, kanala da abunə ola bilərsiniz. Təşəkkürlər.